İranda aslında çox şeylər dəyişilib. Əvvəlki o dini hakimiyyət tədricən nüfuzdan düşür və onun yerini Pezişkyan hakimiyyətinin o sivil hakimiyyət alır da. Pezişkyan hakimiyyətinin nümayəndələri alır. Pezişkyan özü çox sürətlə o nüfuzlanır. Amma bununla belə İranda hələ də müəyyən təhlükələr var. Məsələ orada hələ də sepah təmizlənməyib, o hər dediyini eləyə bilir. Hətta işi o yerə gətirib satdırıblar ki, Pezişkyan özü belə diləylənir ki, mənə imkan vermirlər işləməyə. Belə bir vəziyyətdə açıq prezidentin İrana gedəcəyini mən düşünmürəm. Çünki orada hər cür təxribatlar ola bilər. Yəni hər halda Azərbaycan hakimiyyəti bu haqda dərindən düşünməlidir. Bəzi məsələlərə o real yanaşmalıdır. İndi İranla təbii ki, biz münasibətlərimizi düzəltməliyik. İran bizim qardaş ölkəmizdir. Qardaş ölkə olaraq təbii ki, bizim o İranın indiki çətin vəziyyətdə ona dəstək, ən azı mənəvi dəstək vermək kimi bir borcumuz var, yükümlülüyümüz var. Amma İran reallıqları da nəzərə mütləq alınmalıdır. Çünki İranda hətta öz prezidentlərini qoruya bilmədilər. Yəni, belə bir ölkədən söhbət gedir. Orada elə bir təxribat törədə bilərlər ki, Azərbaycan-İran münasibətləri 100 illər boyu düzələ bilməz. Deyək, 100 il olmasın, 10 illər boyu düzələ bilməz. Yəni, çox ciddi bir qırılmalar ola bilər. Ona görə mən hesab edirəm ki, Azərbaycan tərəfi bu barədə 2 dəfə fikirləşməlidir. Yəni, o bir dəfə fikirləşməklə olmur bu işlər. Fikirləşməlidirlər ki, biz oraya gedəcəyik, hansı təxribatlarla üzləşə bilərik. Bu təxribatların qarşısı nə qədər alınır. Amma buna baxmayaraq, təbii ki, biz İrana artıq öz dəstəyimizi verməliyik və Azərbaycan prezidenti bu istiqamətdə müəyyən işlər də görür. İranın bir də iqtisadi vəziyyəti artıq elədir ki, İranın o açılımdan başqa çarəsi yoxdur. Yəni, siz təsəvvür eləyin, bu yaxınlarda onların bir məşhur bir iqtisadçısı vardı. O bir açıqlama vermişdi. Deyirdi ki, hələlik o inflyasiya bizdə 60% səviyyəsindədir. Amma bu çox davam edərsə, insanların o İran puluna hörməti, ehtimadı azalar və birdən-birə hər kəs dollara qaçar, dollar alar və nəticədə inflyasiya 3000%-ə yüksələr. Bu da İran üçün ölüm deməkdir. Yəni, təsəvvür eləyin, nə həddədir vəziyyət. Yəni, bunu deyən o İranın məşhur iqtisadçısıdır. Adı da Hüseyn Təbrizi. İndi bir başqa adı da var, o 2 adlıdır. Amma Hüseyn Təbrizi adlı bir iqtisadçı. Mən bir neçə gün bundan qabaq rast gəldim bu proqnoza. Yəni, belə bir ciddi ağır vəziyyətdən söhbət gedir. Amma bununla belə biz təbii ki, İranı boşuna buraxa bilmərik. Yəni, İran deyəndə biz təbii ki, Cənubi Azərbaycanlıları düşünməliyik, oradakı insanların vəziyyətini düşünməliyik, onları bu proseslərə cəlb etməyə çalışmalıyıq. Çalışmalıyıq ki, onları biraz islah edək. Allah onları islah eləyə bilmədi, əstağfurullah da, yəni. onlar dinlə islah olunmadılar, amma gərək bizim borcumuzdur ki, qardaşlarımızdır. Biz onları tədricən islah edib düz yola gətirək. İndi bilirsiniz, bəzən fəlakətlər, bəzən faciələr bir insanın dəyişilməsi üçün, bir toplumun dəyişilməsi üçün o təkan rolu oynayır. Bəlkə də İranda bu inflyasiyanın getməsi, bu cür böyük problemlərin yaşanması İranın gələcəyi üçün də o ciddi bir təkan ola bilər, dəyişim üçün çox ciddi bir atılım ola bilər. Mən hesab edirəm ki, bu barədə İran biraz düşünməlidir. Yəni, hər kəs onu düşünür, amma o özü haqqında heç də düşünmür. Yəni, İran deyəndə mən təbii ki, dini hakimiyyəti nəzərdə tuturam. Elə eləmək lazımdır ki, o millət artıq o cana gəlib, o hər kəsi öz ayaqları altında salıb tapdalamasın. Dini dəyərləri gözdən salmaq bu qədər olmaz. Yəni, insanların taleyi ilə oynamaq, insanların çörəyi ilə oynamaq heç bir o idarəçiliyə baş ucalığı gətirməyib. Üstəlik, İranın bir də iqtisadi vəziyyəti bu cürədir. Bir də dünyada artıq o gedən müəyyən proseslər vardır ki, o proseslər
İranı getdikcə daha ağır vəziyyətə sala bilər. Bilirsiniz, bu yaxınlarda Amerikanın o milli təhlükəsizlik doktrinası qəbul olundu. O doktrinada açıq şəkildə göstərilirdi ki, artıq yaxın şərq bizə lazım deyil. Biz bu vaxta qədər oranı istismar elədik, oranın o mənimsədik, var dövlətini sömürdük. Amma indi dünyada artıq enerji mənbələri dəyişilib. Yəni onların enerji mənbələrinə görə edirdik, amma indi artıq dünyada enerji mənbələri dəyişilib, alternativ enerji mənbələri ortaya çıxıbdı və Amerikada özünün alternativ enerji mənbələri ilə yanaşı o klassik enerji mənbələrini də işə salıbdı. Artıq bizim yaxın şərqə ehtiyacımız yoxdur. Amma bunu da Çinin əlinə keçməsinə icazə verməyəcək. Bu nə deməkdir? Bu deməkdir ki, İranın əlində qalan o nefti, qazı artıq heç bir işə yaramayacaq. Yəni bu vaxta qədər İran ona çox arxain idi, onu istifadə edib öz xalqının gününü, güzaranını yaxşılaşdırmaq istəmirdi, verirdi yaxın şərqdə oradakı o terroristlərə, müsəlmanların qanını tökməyə xərcləyirdi. İndi də əlində qalanların da heç bir qiyməti olmayacaq. Əsasən güvənir Çinə. Çin də mən bu yaxınlarda bir materiallar rast gəldim. Deməli 2025-ci ildə Çin qarşısına belə bir, daha doğrusu 2025-ci ildə, 2020-ci ildə Çin qarşısına belə bir məqsəd qoymuşdu ki, 2025-ci ilə qədər alternativ enerji mənbələrini neft və qazdan gələn enerji mənbələri ilə bərabərləşdirək. Yəni yarısını o alternativ enerji mənbələrindən alaq, yarısını da o belə deyək, o klassik o enerji mənbələrindən əldə eləyək enerji ehtiyacımızın. 2023-cü ildə o bəyan elədilər ki, artıq biz 2025-ci ilə qədər qoyduğumuz o planı yerinə yetirdik. Artıq 2023-cü ilin iyun ayında o Çin özünün alternativ enerji mənbələrindən əldə etdiyi enerjini 50,9%-ə yüksəltmişdi. O deməkdir ki, artıq Çinin də İranın neftinə, qazına ehtiyacı qalmayacaq. Bilirsiniz ki, 2020-ci ildə İranla bir müqavilə bağlamışdılar. İranla bağlanan müqaviləyə görə 25 il ərzində, yəni 2045-ci ilə qədər İrana 400 milyard dollar pul verəcəkdilər ki, İran özünü inkişaf elətdirsin. Görünür, onlar artıq İrana ehtiyacın qalmadığını görəndən sonra, ümumiyyətlə neftə, qaza ehtiyacların azaldığını görəndən sonra bu layihədən də çəkildilər. Və üstəlik bu Ukrayna müharibəsi o Çini istər-istəməz Rusiyadan asılı vəziyyətə salır. Çünki Rusiyadan necə asılı vəziyyətə salır? Rusiya ona o şimal dəhlizi verir. O da bunun müqabilində o öz enerji ehtiyaclarını, yəni qazını, neftini İrandan alır. Yəni İrandan deyirəm, Rusiyadan alır. Yəni artıq İrana ehtiyacları qalmır. Güvəndiyi ikinci bir qaynaq təbii ki, o Hindistan idi. Hindistana da Amerika məcbur elədi ki, İranla iqtisadi əlaqələrini kəsin. Yəni İran olduqca ağır vəziyyətdədir və ağırlaşa gedəcək. Həm inflyasiya olacaq, həm iqtisadi krizislərlə qarşı-qarşıyadır. Bu vəziyyətdən İranın çıxmasının yolu içdən bir dəyişim olmalıdır. Bu dəyişim olmasa, bir tərəfdən də İsrail artıq görür ki, İran yaralı vəziyyətdədir, çətin vəziyyətdədir, açıq şəkildə bəyan edir ki, mən onu vuracağım. Bu vəziyyətdə mən hesab edirəm ki, İran liderləri artıq papaqlarını, indi onlar da papaq deyil, o salmadır, salmalarını əmmamədir, əmmamələrini qabaqlarına qoyub, fikirləşməlidirlər ki, biz İranı necə bu vəziyyətdən çıxardıq? Azərbaycan prezidentinin oraya getməsi ilə və yaxud Türkiyə prezidentinin oraya getməsi ilə bu məsələlər çözülməz. Bu məsələlər İranın daxilində çözülməlidir. İranın daxilində də çözülməsi üçün gərək o İranın fikirləşən beyinləri, ziyalıları, o liderləri ortaya gəlib, o bərabər müzakirə edib müəyyən qərarlar qəbul etsinlər. İndi mən bu mənada Pezeşkiyan
bəyə çox böyük hörmətim var, amma onun üzərinə çox böyük işlər düşür. Bunu da xatırlatmaqda yarar var. Yəni bunu Azərbaycan prezidentinin ora getməsi ilə, bunun ora getməsi ilə bu məsələ çözülməz. Əksinə, orada təhlükəli bir hadisə baş verə bilər və bunun da nəticəsində Azərbaycanla İran arasındakı onsuz da kövrək olan münasibətlər tamamilə qırıla bilər. Yəni bizə bu mu lazımdır?